Natiq mən Rasim mənim dediyi məsələnin müzakirəsini davam etdirməzdən öncə bir məqama toxunmaq istəyirəm. Hərçənd ki, Rasim mənim də bundan danışdı. Trump eyni zamanda, yəni Ukraynaya dəstək nümayiş etdirməkdən əlavə Avropaya doğru səsləndi və müharibənin yükünü Avropanın və eləcə də Rasim mənim dediyi kimi Türkiyənin üzərinə qoymağa cəhd etdi. Başqa sözlə, bu qərb jurnalistləri çox aktiv bu ifadədən istifadə edirlər. Trump Rusiyadan üz çöndərib, amma Ukraynaya doğru çönübmü? Bu hələ sualdır. Siz necə hesab edirsiniz? Nədir Birləşmiş Ştatlar prezidentini Avropa istiqamətinə bax bu cür Türkiyədən tələb etməyi ki, Rusiyadan neft algısını dayandırmalısan, Avropadan eyni şeyi tələb edir. Axı bilir ki, bunu etmək mümkün deyil. Elə bilir ki, mümkün deyil, ona görə də tələb edir. Çünki Avropa ölkələri və mediası Trump'ı bir neçə aydır ki, çox ciddi şəkildə qınaq obyektinə çevirmişdilər ki, Rusiyaya qarşı sanksiyalar tətbiq etmir. Sanksiyaları sərtləşdirmir. Hansısa tariflər tətbiq etmir və bununla da Rusiyanın ürəkləndiyini yazırdılar. Ən azından son bir neçə ay medianı monitorinq eləsək, Avropanın liberal mediasını əsasən bu mövzudan yazırdılar. Trump burada da bir fənd işlətdi. Dedi ki, mən hazıram, siz imtina eləyin alışdan. Doğrudan da baxırsan ki, azalmalar var. Açığı müharibədən əvvəlki dövrə baxanda indi xeyli azalıb Avropanın enerji daşıyıcıları, Rusiyadan aldığı enerji daşıyıcılarının miqdarı. 21-ci ildə müharibədən əvvəlki ildə 176 milyard kubmetr qaz almışdı Avropa Rusiyadan. İndiki ümumi qaz həcmi sıxılmış qazı saymasaq 30 milyardı keçmir boru xətləri, Türk axını vasitəsilə və digər xətlər vasitəsilə. Amma yenə də alır. Məsələn, Fransa sıxılmış qaz alıb 15 milyard dollarlıq keçən il. Avropanın bəzi ölkələri neft alır. Hətta Hindistana satılan neftin də bir ucu gəlir Avropaya çıxır. Hadi orada Hindistan emal eləyir, satır Fransa. Ya da heç emal da eləmir əslində. Bəzi hallarda sadəcə tankerlər dəyişdirilir və artıq o Hindistandan emal olunmuş neft məhsulu kimi Avropaya çatdırılır. Yəni Trump bunu bildiyinə görə dedi, məndən istədiyinizi özünüz edin. Birinci özünüz addım atın. Sonra mən istədiyiniz sanksiyaları qoya bilərəm. Hətta Çinə və Hindistana qarşı yüksək tarifləri çağırışını elədi və Hindistanı da misal olaraq göstərdi ki, doğrudan da Trump Hindistana qarşı əlavə 25%lik rüsum tətbiq olundu məhz Rusiya neftinin alışına görə. Amma mən düşünürəm ki, həm də Rusiya neftinin alışına görə. Çünki Hindistanla Amerika Birləşmiş Ştatlarının arasında da öz ticarət münasibətləri var. Amma o yaxşı bilir ki, Çinlə Hindistanın ikisinin birgə Avropa Birliyi ilə ticarət dövriyyəsi 1,5 trilyon dollara yaxın. Qarşılıqlı ticarət dövriyyəsi. Trump Avropadan tələb edir ki, Çinə qarşı mənim təklif etdiyim sanksiyalar sizədir. O mümkün deyil. Yəni Avropada belə deyək də seçkilərdə heç kim indiki hökumətlərin heç biri ayaqda qala bilməz. Hamısı uduzar. Çünki çox ciddi şəkildə bahalaşma olar, inflyasiya olar və iş yerləri qapadılar və bunu Trump bilir. Əslində Avropanın tənqidini susturmaq üçün bu addımı atdı və bunun da effektini görürük açığı. O ki, qaldı Türkiyə məsələsinə. Türkiyə ilə münasibətlərdə mənə elə gəlir ki, Amerikanın özünə də lazımdır. Həm Rusiya ilə, həm Ukrayna ilə normal münasibətləri saxlaya biləcək bir NATO ölkəsinin olması hər ikisinə lazımdır. Mən düşünmürəm ki, sonuna qədər Türkiyənin üzərinə gediləcək bu məsələdə. Çünki Türkiyə Ukraynaya hərbi yardım edib bugünə qədər. İstəyir piyadalar üçün maşını təmin edilməsi, bayraqdarlar ilk gündən təmin olunması, logistikanın Türkiyənin köməyi ilə qurulması, bunlar olub. Mən düşünmürəm ki, bundan artığını tələb eləyəcək. Sadəcə mənə elə gəlir ki, Türkiyə NATO ölkələri arasında gələcəkdə atəşkəsdən sonra yeganə NATO ölkəsidir ki, onun sülh məramlılıq missiyasında iştirakını hər iki tərəf qəbul edə bilər. Bax, bu qəbul olunma belə deyək, sistemini sındırmamaq üçün, onu bir aşağı çəkməmək üçün Amerikanın bu məsələdə israr edəcəyini düşünmürəm. O ki, qaldı neft-qaz alışına, elə bu sözlərdən sonra Türkiyədə 8 milyard dollarlıq enerji daşıyıcılarının Amerika Birləşmiş Ştatlarından alınması ilə bağlı müqavilə imzalandı. Bir məsələ də var bu Moldova seçkilərini əgər yekunlaşdırsaq bu mövzunu. Bir çox, belə deyək də, Ukrayna, Rusiyanın qonşu ölkələrində artıq seçkilər bir şüar altında keçir. Yəni, müharibə mi istəyirsiniz, sülh mü istəyirsiniz? Yəni, artıq Moldovada da bu seçkilərdə mənə elə gəlir ki, bu şüar çox önəmli oldu. Amma anladılar, hətta rus dillilər belə, bəziləri. Gürcüstanda da belə seçkilər. Gürcüstanda da keçdi və Gürcüstanda da eyni bir şey müşahidə elədik. Moldovada rus dillilərin belə bəziləri indi heç olmasa Sandudan narazıdır ya razıdır fərqi yoxdur. Amma heç olmasa indi sülh var və perspektiv var. Avropa Birliyi perspektivi var. Rusiya tərəfə meyilli siyasi qüvvələrin qalib gəlməsində
heç nə görsənmir. Yəni belə bir qeyri-müəyyənlik var. Hətta Moldovanın müharibəyə sürüklənməsi ehtimalı var. Yəni burada çox ciddidir. Mənə elə gəlir ki, postsovet məkanında, elə Ermənistandakı genel seçkilərdə də əsas şüar bu olacaq. Sülhmü, müharibəmi? O ki, qaldı dronlar məsələsində. Mən şəxsən bunu düşünürəm ki, doğrudan da Rusiya əgər analitikləri və yaxud da strategiləri Avropanı qorxutmaq istəyirdilərsə, bir əks effektlə də qarşı-qarşıya qalıblar. Söhbət ondan gedir ki, Avropalılar da bundan yaxşı istifadə edir. Olduğundan da artıq bir təhlükə kimi təqdim etməyə başlayıblar. Bu ardın görünür. Çünki əsas məsələ seçicidir. Avropa demokratik ölkələr toplumudur da. Onlar seçicini inandırmalıdırlar ki, sən biraz pis yaşayacaqsan. Amma bu pis yaşamağımızın əvəzinə biz silahlı qüvvələrimizi Və gücləndirəcəyik. Təhlükəsizliyimizi təmin edəcəyik. Sizin sözünüzə qüvvət, Polşada deyilirdi ki, Rusiya dronlarından biri hansısa binanın üzərinə düşüb, onun deşiyi açılıb filan. Sonradan məlum oldu ki, söhbət raketin qalıqlarından gedir. Hansı ki, Polşa silahlı qüvvələr özləri istifadə edirlər. Yəni söhbət ondan gedir ki, bu məsələdə əgər daha doğrusu Rusiya bunu Avropalıları qorxudaraq siz Ukraynaya kömək etməyin, öz hava məkanınızı qorumağınızın dərdini çəkin, mesajını vermək istəyirdisə, bunu Avropalılar da özlərinə məxsus şəkildə istifadə etməyə başladılar və nəticə etibarilə vətəndaşlara o mesaj çatdırılır ki, təhlükəsizliyiniz sizin yaxşı yaşamağınızdan daha vacibdir. İndi biraz pis yaşayacaqsınız, sosial yardımlar azalacaq, sosial müavinatlar azalacaq, əvəzinə təhlükəsizliyiniz daha yaxşı təmin olunacaq. İlk seçkilərə qədər, böyük seçkilərə qədər Avropada, Almaniyada, Fransada görək bu mesaj necə işləyəcək. Natiq müəllim, Heydər müəllim, son 2 dəqiqəmiz var. Ona görə hər əlinizə 1 dəqiqə xahişləyəcəm. Rusiya-Ukrayna müharibəsinin bu ilin payız-qış və eləcə də gələn ilin qış mövsümündə miqyasının genişlənəcəyi və Ukraynanın Rusiyanın iri şəhərlərinə dron yox, raket zərbələri endirəcəyi gözləniləndirmi və nə ilə nəticələnə bilər? Bir, onu demək olar ki, eskalasiya artacaq, qarşılıqlı zərbələrin həcmi və miqdarı yüksələcək və bu, əgər hansısa bir formada yenidən danışıqlar trekini bərpa edəcəksə, buna hesablanacaq. Çünki aydın məsələdir ki, bir neçə aya nə Ukrayna məğlub olası deyil, nə də təəssüf ki, Ukrayna öz sərhədlərinin tamamını bərpa edəcəsi deyil. Amma eskalasiyanın artacağı dəqiqdir.